Əgər bu işarələr təkcə bir mədəniyyətdə ortaya çıxmış olsaydı, bunu nağıl adlandırmaq mümkün olardı. Amma bu bənzərliklər bir-birindən uzaq bir neçə mədəniyyətdə eyni formada təsvir edilirsə, artıq məsələyə ciddi yanaşmaq lazım olduğunu anlamaq lazımdır. Anunnakilərin hər 3600 ildən bir yerə keçmə ehtimalını isə ilk dəfə Zaxariya Sitchin ortaya atmışdır. O, Şumer mətnləri üzərində apardığı araşdırmalar nəticəsində bu qənaətə gəlmişdir ki, Nibiru hər 3600 ildən bir yerə ən yaxın olan nöqtədən keçir və bu yaxınlaşma zamanı Tanrı adlandırılan Anunnakilərin yerə keçidləri baş verir. Lakin bu keçidlərin baş verməsi heç də asan prosedur kimi görünmür. Asan olmaması isə o demək deyil ki, bu günə qədər keçidlər baş verməmişdir. Görünən odur ki, onların keçidləri insan yer üzünə gələndən sonra bir neçə dəfə baş vermişdir. Bu keçidlərdən sonra isə bir səbəbdən yer üzərində tufan baş vermiş və yerdə olan Anunnakilər də insanlarla birlikdə həlak olmuşdurlar.